dostlar, hər vaxtınız xeyir olsun. Bugün sizin görüşünüzə Jean de La Fontaine'in çox maraqlı hekayəsi ilə gəlmişik. Torağay, balaları və əkinçi. İnsan hər kəsdən əvvəl özünə güvənməlidir. Heç kimdən kömək ummamalıdır. Yoxsa əli boş qalar. Bu nağılımız da elə onun haqqındadır. Əvvəlcə onu deyim ki, torağaylar yuvalarını əkin yaşıl olanda qurarlar. Yəni, bahar fəslində yumurta qoyub bala çıxararlar. İndi keçək nağılımıza. Biri var idi, biri yox idi. Ana olmaq istəyən bir torağay var idi. Ancaq baharın yarısı geridə qalsa da, o hələ də ana olmamışdı. Nəhayət, o da təbiətə qoşulur. Yuva qurur və yumurtlayıb üstünə oturur. Bir müddət sonra balaları yuvadan çıxır. Onunla bərabər yaşıl sümbüllər də saralır. Artıq biçim vaxtı çatır. Ancaq torağayın balaları körpə olduqları üçün uça bilmirlər. Ana quş təlaş içində gah o yana, gah bu yana uçur. Balalarına yemək gətirməyə gedərkən onlara deyir: "Amanın bir günüdür balalarım, gözünüzü dörd açın, hər səsə qulaq verin. Tarlanın sahibi bugün, sabah oğlu ilə bura gələcək. Onların danışığını dinləyin, görək nə deyirlər. Ondan sonra nə edəcəyimizə qərar verərik. Bir çarə axtararıq." Torağay tənbehini edib gedir. O tarladan təzəcə uzaqlaşan kimi əkinçi və oğlu gəlir. Əkinçi oğluna deyir: "Əla, artıq buğdaların biçilmə vaxtıdır. Bugün get, dost-tanışa xəbər elə, de ki, atam sizi iməcliyə çağırır. Sabah oraqlarını da götürüb köməyə gəlsinlər." Bir qədər sonra ana quş geri qayıdır. Görür ki, balaları təlaş içində onu gözləyirlər. Balalardan biri dərhal dillənir: "Ana, dostlarına xəbər göndərdilər ki, sabah gəlib tarlanı biçsinlər." Ana quş sakit halda deyir: "Əgər elədirsə, onda heç narahat olmayın. Buradan getmək üçün hələ vaxtımıza var. Ürəyinizi sıxmayın. Alın, sizə yemək gətirmişəm. Yeyin, qarnınız doysun. Ancaq sabah da gələndə yaxşı dinləyin. Görək indi nə deyəcəklər." Quşlar yeməklərini yeyib yuxuya dalırlar. Gün doğur, səhər açılır. Dost-tanış gəlib çıxmır. Torağay yenə yemək axtarmağa gedir. Əkinçi də oğlu ilə gəlir. Deyir: "Əkini belə saxlamaq olmaz. Gördün dost-tanışın vəfasını? Sözlərinin üstündə durmadılar. Biz o tənbəllərə əvvəldən güvənməməliydik. Heç olmasa get qohum-əqrabanı çağır. Xahiş elə, sabah tezdən burada olsunlar." Torağayın balaları bunu eşitcək, daha da qorxuya düşürlər. Ana quş gəlincə bir ağızdan deyirlər: "Ana, ay ana, indi də qohumların çağıracaq. Tez buradan gedək." Bunu eşidən ana quş dərindən nəfəs alıb balalarını sakitləşdirir. "Yox hələ, getmək vaxtı deyil. Heç narahat olmayın. Sabah da buradayıq." Torağay yenə haqlı çıxır. Səhər qohumlardan heç kim gəlmir. Artıq 3-cü dəfə əkinçi sahiyə buyurur. Üzünü oğluna çevirib deyinir: "Bala, biz başqasına arxalanmaqla çox səhv iş tutduq. Başqalarına güvənməməliydik. Oğlum, bu sözlərimi yaxşı yadında saxla. İnsanın dostu da, qohumu da yalnız özüdür. Öz işini özün görməlisən. Heç kimdən kömək ummamalısan.
Deməli, sabah tezdən evdəkiləri yığıb, əlimizə oraqları alıb işə girişək. Nə vaxt bitirərik deyə bilmərəm, amma elə ən yaxşısı odur. Ana quş bu xəbəri alanda deyir: "Hə, mənim balalarım, artıq vaxtdır. Bizə yol göründü. Açın qanadlarınızı, uçub gedək." Beləcə ana və balaları yuvalarını tərk edərək uçub gedirlər.